Mesela 3 kök altda x üstə gəl kök altda mənfi x bərabərdir 12 tənliyinin bütün köklərini tapın. Həlli. Deməli, əvvəlcə biz həlli yazırıq kök altda x üstə gəl kök altda mənfi x bərabərdir 12. Bütün kökləri tapın. X məsələnin şərtinə görə x böyük bərabər olmalıdır sıfırdan, mənfi x də böyük bərabərdir sıfırdan. Onda buradan alıram x böyük bərabərdir sıfır. Mənfi 1'ə vururuq bunu, o da x kiçik bərabər olur sıfırdan. Deməli, onda buradan çıxır ki, x bərabərdir sıfıra alınır. X bərabər sıfır da ödəmir. Buradan aydın olur ki, bu tənliyin həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdur, onda mən bunu götürüb yazıram bu şəkildə. Kök altda x bərabərdir 12 minus kök altda mənfi x və hər iki tərəfi irrasional tənliyin həll olunma metodikasının kvadrata yüksəldib həll edirik. Olur kök altı x'in kvadratı bərabərdir 12 minus kök altda mənfi x'in kvadratı. Və buradan aldıq x bərabərdir 144 çıxaq 24 kök altda mənfi x və kök altda mənfi x'in kvadratı verəcək mənfi x. Burada mənfi olacaq işarə. X'i keçirdirik sol tərəfə 2x olur. 2x çıxaq 144 bərabərdir mənfi 24 kök altda mənfi x-ə. 2'yə ixtisar eləyirik, hər iki tərəfi 2'yə bölürük. X minus 72 bərabərdir mənfi 12 kök altda mənfi x. Və yenidən hər iki tərəfi kvadrata yüksəldirik. X minus 72'nin kvadratı bərabərdir. Bu olacaq mənfi 144x. Çünki bu mənfi müsbət oldu. Kökün altından mənfi çıxır. 12'nin kvadratı da 144. Açırıq sol tərəfi a minus b'nin kvadratından x kvadrat minus 144x üstə gəl 72'nin kvadratı. Bu da bərabərdir mənfi 144x. Mənfi 144x'lər islah oldu. X kvadrat bərabər oldu mənfi 72'nin kvadratına. Və buradan x1, 2 bərabərdir. Plus minus kök altda mənfi 72'nin kvadratı. Kök altda mənfi 1 i verir. Deməli, buradan alıram x1, 2 bərabərdir. Plus minus 72i. Yəni, x1 bərabər oldu. Mənfi 72i'yə x2 də bərabərdir. Müsbət 72i. Verilən tənliyin 2 kompleks kökü var.